Məndə baş ağrıları var doktor. Özdə məcildir də. Elə bir ildə bir dəfə olur, bir ay olur. O da yay aylarına elə bir ki, yay aylarında baş verir. Bir ay çox güclü, şiddətli ağrılar, göz elə bir içərisindən sağ gicgahında olur ağrılar. Bəli. Dözülməz ağrılar da dəhşətli dərəcədə. Bəli. Bir ay tamamı oldu, keçib gedir. Aha. Hardasa belə bir sürə deyəndə bir 15 il, yəni bundan əziyyət çəkirəm, bir dərmanın deyən olmur bunun. Onun dərman müalicəsi yoxdur. Nə desinlərsə, hansı ayda olur ən çox sizdə bir ay? Ən çox yay aylarında, bir dənə ömrümdə belə deyək də, bir 3 il bundan qabaq oktyabr ayında oldu. Amma qalan əksəriyyətən iyul, avqust aylarında olur. Hə, çox sağ olun sualınıza görə minnətdaram. Yəqin indi baxarsınız, cavab verirəm sizə. Yəni, niyə sualı var? Miqren nə deməkdir? Miqren odur ki, həmin anda beyin toxumasına gedən oksigeni miqdarı, qanın miqdarı azalır. O da beyin toxuması ağlamağı bilmir, körpə uşaq kimi ki, süd istəyirəm. O da deyir, oksigen istəyirəm, qidalanma istəyirəm. O da özünü ağrı formasında göstərir. Niyə sizdə o formadadır? Başqa adamlarda elə deyil. Elə adamlar 365 gün fəsilindən asılı olmayaraq baş ağrısı onu narahat eləyə bilər. Yayda biz bilirik ki, oksigenin miqdarı azalır. Adamlar daha tez əsnəyirlər. Hava çatmamazlığına narahat olurlar. Elə onun üçün də, yenə də bizdə Doktor Seyfəddin klinikasının təbii sularla müalicədə o zəli istifadə eləndə, arı zəhərlə istifadə eləməklə və təbii məlhəmlərlə, məcunlarla, bitki dəmləmələrlə biz insanları baş ağrılarından azad edirik. İnşallah gözəlim Qubadan gələcəksiniz, başqa yerlərin kimi. Sizi baş ağrısından canınızı qurtarıcı.